imkanım yoxdur, gücüm çatmır, kredit ödəyirəm. Bax bu üçü bir də bonus olaraq hər yerim ağrıyır, canım ağrıyır. Bax bunlardan istifadə eləsən Azərbaycanda verilən artıq sualları cavablamaya bilərsən. Yəni bunu da mən təzə kəşf eləmişəm. Əvvəllər heç mən belə əvvəllər deyəndə yəni mən biraz qürurlu insanam. Heç vaxt şikayət eləməyi də sevmirəm başqa insanların yanında. Amma artıq elə bir yaşa gəlib çatmışam ki, başa düşürəm ki, bəzən kimə necə cavab vermək lazımdır, onu bilmək lazımdır. Çünki mən ətrafda hər zaman ağlayan insanlara baxırdım ki, bunlar ağlayırlar, imkanım yoxdur, amma kifayət qədər də maddi uğur qazanırlar onlar həyatda. Keçən dəfə Asan xidmətə getmişəm. Asan xidmət özü səhər tezdən getmişəm, yuxulu-yuxulu. Orada bir qrup qadınlar gəlmişdilər, orta yaşlı qadınlar idi belə. Başladılar məni səhifəmdən tanıdılar, ona görə yaxın hiss elədilər. Yəni mənim onunla bir sözüm yoxdur. Hamıya bərabər şəkildə hörmətim var. Sadəcə biraz artıq suallar verməyə başladılar, şəxsi suallar verməyə başladılar. Mən də ilk dəfə bu taktikanı istifadə elədim. Nə sual verdilər dedim, imkanım yoxdur. Sonra dedim, gücüm çatmır valla. Kredit ödəyirəm. Belə-belə düşmən atəş necə deyirlər, düşmən atəş cavabı ilə susturuldu. Düzdür, düşmən deyirlər, onlar izləyicilərim də sağ olsunlar, öpürəm onları. Amma bəzən şəxsi suallara belə cavab vermək yaxşıdır. Keçən dəfə də usta gəlmişdi. Usta biraz uzun mövzudur. Kombinin bəzi şeyləri xarabdır, amma hələ ki dəyişdirmirəm. Bir də artıq sual verdi. O niyə, bu niyə belə? Mən də dedim ki, imkanım yoxdur, gücüm çatmır, kredit verirəm. Axırda dedim ki, canım ağrıyır. Təsəvvür edin, usta gedib ona pul uzadır. Mən hər zaman pul verirəm ustaya. Servisdən gəlməyinə baxmayaraq. İnanın ki, usta pulu belə götürmək istəmirdi. Onda başa düşdüm ki, mən bu dəfə çox ağlamışam biraz. Yəni uzun sözün qısası, mən də bundan sonra artıq başlayacağam ağlamağa. Bundan sonra başlayacağam artıq lazımı gələn yerlərdə deməyə ki, imkan